Əziz 9-cu siniflər, diqqətiniz bizdə olsun, çünki sıradakı məlumat məhz sizin üçündür. Çünki sabah Bakıda və regionlarda 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Və imtahanın gedişatı haqqında ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin şöbə müdürü Xanlar Xanlarzadədən alacağıq. Sabahınız xeyir olsun Xanlar müəllim. Buyurun, efirdəsiz. Bəli, aprel ayı ərzində ümumi orta təhsil səviyyəsi üzrə, yəni 9-cu sinifdə təhsil alanlar üçün buraxılış imtahanları keçiriləcəkdir. İştirakçıların sayı burada çoxdur, ona görə də 3 istiqamətə bölünübdür. Ayın 5-i bir istiqamətdir, aprel ayının 12-si və 26-sı ümumilikdə ölkə üzrə 9-cu siniflər buraxılış imtahanları verəcəklər. Sabahki imtahan Bakının bir neçə rayonu ilə yanaşı ümumilikdə Respublikamızın 26 şəhər və rayonunda keçiriləcəkdir. İmtahan iştirakçılarının sayı kifayət qədərdir. Sabahları hardasa 48 minə yaxın, daha doğrusu 49 mindən artıq şagird imtahanda iştirak edəcəkdir. Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlıq işləri görülübdür, artıq tamamlanıbdır. Ümumilikdə 207 imtahan binası ayrılıbdır. Həmçinin 5 mindən artıq şəxs imtahan rəhbəri, ümumi rəhbər və yaxud da ki, nəzarətçi qismində bu proseslərə cəlb olunubdur. Ən əsas məsələlərdən biri xüsusilə uşaqların yaşını biz nəzərə alsaq, valideynlər diqqətli olmalıdırlar, onları sabahki imtahana hazırlamalıdırlar, onların sənədlərini indidən bir yoxlamaq lazımdır. Bax, biz əsasən 2 dənə sənəd tələb edirik. Bir imtahana buraxılış vərəqəsidir, hansı ki, Dövlət İmtahan Mərkəzinin saytından bunu çap edib götürürlər və yaxud da ki, məktəb özü də buraxılış vərəqəsini şagirdə verər. Bir də ki, şəxsiyyət vəsiqəsinin əslidir. Bax, əslini imtahana gətirmək lazımdır. Bəli, onun sürəti ilə gəlmək lazım deyil. Eyni zamanda bir də görürsən ki, köhnə nəsil şəxsiyyət vəsiqəsidir və yaxud daha əvvəlki dövrdə alınıbdır. Şəxsiyyət vəsiqəsində şagirdin şəkli olmur. Xüsusilə bax, bu 9-cu siniflərin imtahanlarında biz bunu müşahidə edirik. Əgər şəxsiyyət vəsiqəsində şəkil yoxdursa, onda məktəbə müraciət edirlər. Məktəbdən həmin şagirdə bir arayış verilir. Onun adı, soyadı, ata adı yazılır, məktəb məlumatları yazılır. Eyni zamanda şəkli möhürlə təsdiqlənir ki, buraxılış rejimi zamanı biz artıq onun şəxsiyyətini binanın girişində tam müəyyən eləyə bilək. Özləri ilə əlavə nəsə gətirməsinlər. Burada o dediyimiz sənədlərdir, sadəcə bir qələmdir və yaxud karandaşdır. Bax, bunları gətirməkləri kifayətdir. Mobil telefon olmaz, digər rabitə vasitələri olmaz, smart ağıllı saatlar olmaz, xarici yaddaş qurğuları olmaz. Bax, bu kimi deyək ki, əlavə vasitələri gətirməsinlər. Çünki o buraxılış rejimi rahat keçsin, o yoxlama prosesi rahat bir şəkildə baş versin. Sonra Bakı şəhərində xüsusilə bir neçə rayonda imtahan olacaqdır. Səhər-səhər tıxacı nəzərə almaq lazımdır ki, bəzən indi ola bilər. Ona görə də vaxtında evdən çıxmaq lazımdır. Hər bir imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilir ki, saat neçədə imtahan binasında olmalısan. Bizim imtahanımız saat 11-də başlayır. 10:45-də buraxılış rejimi başa çatır. Bu aydın məsələdir. Amma hər bir iştirakçı baxsın onun buraxılış vərəqəsinə, tutaq ki, yazılıb saat 9-da siz gəlin və yaxud ona 10 dəqiqə işləmiş gəlin. Bunu ona görə biz belə bölürük ki, o imtahan binasının önündə də sıxlıq yaranmasın və rahat şəkildə uşaqlar imtahan binasına daxil ola bilsinlər. Mən demək istədiklərim bu qədər. Bütün imtahan iştirakçılarına uğurlar arzulayıram. Minnətlər Xanlar müəllim, ətraflı məlumata görə çox sağ olun.